ABŞ prezidenti Donald Trump özünün Truth sosial şəbəkəsindəki paylaşımında Norveç və NATO'nun ünvanına sərt tənqidlər ünvanlayıb. Ağ Ev rəhbəri Alyansın Avropa ölkələrinin uzun müddət müdafiə sahəsinə kifayət qədər vəsait ayırmadığını və onun hakimiyyətə gəlişinədək hesabları ödəmədiklərini, yalnız onun səylərindən sonra hərbi xərclərin artırılmasına nail olduğunu bildirib. Donald Trump beynəlxalq siyasətdəki rolunu bir daha vurğulayıb. Əgər mənim müdaxiləm olmasaydı, Rusiya artıq bütün Ukraynaya nəzarət edərdi. Unutmayın, 8 müharibəni tək başına başa çatdırmışam deyə o paylaşımında yazıb. ABŞ prezidenti Norveç barədə də fikir bildirərək bu ölkənin ona Nobel sülh mükafatını axmaqcasına vermədiyini qeyd edib. Amma bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, mən milyonlarla insanın həyatını xilas etmişəm deyə Trump vurğulayıb. O həmçinin NATO'nun ABŞ üçün etibarlı müttəfiq olub-olmamasını sual altına alaraq xatırladıb ki, Alyansın 5-ci maddəsi yalnız bir dəfə 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarından sonra tətbiq olunub.